Görüntülər metronun Köroğlu stansiyasındandır. Səhər saatlarında Bakı metrosunun Köroğlu stansiyasının giriş hissəsində sıxlıq yaranıb. Vətəndaşlar metronun platforma hissəsinə daxil olmaq üçün dəqiqələrlə sıxlıqda qalmalı olublar. Bəzi vətəndaşlar deyirlər ki, metro girişlərində quraşdırılan X-ray aparatları təhlükəsizlik baxımından vacib olsa da, pik saatlarda cəmi birinin işlədilməsi sıxlıq yaradır. Adamlar belə bir-bir yığışıb, yəni bir maşınka olur, bəli, keçəndə çətinlik yaradır. Bir nəfər çantanı qoyur, amma lap qabağa keçir. O da hörmətsizlik olur biraz. O deyib bilərəm ki, əsas 28-də məsələn sıxlıq həddindən artıq. Yəni ki, saat 3-də olsa, 12-də olsa sıxlıq olur. Sumka yerində məsələn bəziləri öz paketlərini qoyur. Onları məsələn polislər yoxlaya bilər. Yəni təhlükəsizlik üçün də nəticədə, amma biraz olur bəzən. Vətəndaşlar deyirlər ki, xüsusilə pik saatlarda, sərnişinlərin çox olduğu vaxtlarda bu yoxlama cihazlarının hər ikisindən istifadə edilməlidir. Eyni zamanda sürətli keçidlər üçün ayrıca xəttlər yaradılsa yaxşı olar. Aparatların məncə çox olsa daha yaxşı olar. Çünki bir aparat və iki aparat məncə azlıq eləyir və iş saatlarında tıxaca səbəb olur təbii ki. İkisini də açsınlar və polislər daha çox olsun. Məsələn, açıb belə də yoxlaya bilərlər məncə. Bir dənə aparat, iki dənə ola bilər. Məsələn, elmlərdə həmçinin artırıla bilər. Bir dənə aparat yerinə ola bilər, iki dənə və s. İş saatları, çıxışlarda falan çox insan provkası olur. Yəni maşınlar azmış kimi bir də insanlar olur. Olmasa biraz daha yaxşı olar. Yəni istəyirsiniz ki, ikisi də? Hə, ikisi olsa daha yaxşı olur təbii ki. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, Bakı metropoliteninin bütün stansiyalarında girişlərdə qanuna uyğun olaraq təhlükəsizlik məqsədi ilə zəruri tədbirlər icra olunur. Hərəkətin intensivliyinə uyğun olaraq cihazların fəaliyyəti tənzim olunur. Metropolitenda sərnişinlərin təhlükəsizliyi, daşınan yüklərin yoxlanması ilə yanaşı, həm də xüsusi defektor və müşahidə kameraları ilə fasiləsiz izlənilir. Metropolitenda təhlükəsizlik təmin olunması üçün fəaliyyət diqqətdə saxlanılan əsas məsələdir. Ona görə də zəruri olan təhlükəsizlik tədbirlərinin icrası diqqət mərkəzində saxlanılır. Qurumdan o da bildirildi ki, metropolitenda təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər icra olunduğundan artıq bütün çantalar X-ray tipli yoxlama cihazları vasitəsilə aparılır. Nərmin Məmmədhəsənli, Şəhla Poladova, Samir Qasımov, Xəzər xəbər.